Azərbaycan Fotoqraflar Birliyinin fəaliyyəti daha da aktivləşdiriləcək. Birliyin sadəcə 4-cü konfransında səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələrə əsasən bu qənaətə gəlmək mümkündür. Milli fotoqraflarımızın son illər qazandığı uğurlar da kifayət qədərdir və tədbirdə onlar haqqında məlumat verildi. Ölkəmizdə və xaricdə təşkil olunan sərgilər, o cümlədən Birliyin Beynəlxalq Fotosənəti Federasiyasının üzvlüyünə qəbul edilməsi müsbət hal kimi dəyərləndirildi. Çoxlu sərgilərimiz olub, çoxlu qaliblərimiz olub Azərbaycan Fotoqraflar Birliyindən. Həm Respublika, həm də ki, dünya sərgilərində, xaricdə sərgilərimiz olub çoxlu. Cavan fotoqraflar gəliblər çox, onları öyrədirik. Konfransda təşkilati məsələlərə də baxıldı. Birliyin 7 nəfərdən ibarət idarə heyəti müəyyənləşdirildi və məsləhət şurası yaradıldı. Peşəkar fotoqraf Mirnayib Həsənoğlu isə Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin sədri seçildi.